Salam, hər vaxtınız xeyir olsun, dəyərli müəllim və şagirdlər. Gəlin belə bir fərqli integral sualına baxaq. Bizə deyir ki, yuxarıda y bərabərdir x kvadratın funksiyası verilmişdir və 0-5 aralığında 0-5 aralığı 10 bərabər parçaya bölünmüşdür. Buna əsasən Riemann cəminin alt toplamı, yəni alt cəmini deyir tapın. Bunu necə həll eləmək olur bu sualı ilk növbədə? Bizə deməli parça verib 0-5 parçası, 0-5 parçası. İlk növbədə biz nəyi tapmalıyıq? İlk növbədə biz delta x-i tapmalıyıq. Delta x nədir? Parçanın uc nöqtələrindən, yəni ki, sağdan sola çıxıb 5-dən 0-ı çıxıb bölmək lazımdır nəyə? Neçə parçaya bölünüb? 10 parçaya. Bölmək lazımdır 10-a. Bu da eləyir nə? 5 bölünsün 10-dan eləyir 2-də 1. Deməli bizdə delta x ilk növbədə nə oldu? 2-də 1. Və burada fikir verin. Parçalar bu şəkildə olacaq. 0, 2-də 1, 0, 2-də 1, 2-də 1, 1, 2-də 1, 1. Sonra 3 bölünsün 2, yəni 1 onda 5, 2. Və nəhayət gələcək hara? 5-dən 0.5 çıxanda 4.5, 5 parçası bu şəkildə gələcək. Yəni ki, 0.5 parçalarından ayrılacaq bu. Burada biz nəyi tapmalıyıq? Biz ilk növbədə burada biz müəyyən eləməliyik ki, xk. Bu nəyə bərabər olur? Bu bərabər olur elə k vurulsun delta x-a, k vurulsun delta x-a. Burada da delta x nə tapdıq? Biz delta x-i tapdıq 2-də 1. Deməli nə olacaq? Olacaq k bölünsün 2. K bölünsün. Xk bərabər olacaq k bölünsün 2. Bunu da müəyyən eləmiş olduq. Və bu x hansı aralıq? Bu daha doğrusu k hansı aralığa daxil olacaq? K o aralığa daxil, k daha doğrusu o parçaya daxil olacaq ki 0, 1, 2, nöqtə, axırıncı nədir? 10. 10 bərabər parçaya bölündüyü üçün 10. Bu oldu belə. Və bizdə də funksiya nədir? Funksiya y bərabərdir x kvadrat funksiyası olduğu üçün deməli xk və xk plus 1 parçasında y bərabərdir x kvadrat funksiyası hər zaman artan funksiya olacaq. Və buradan da belə bir qərara gəlirəm ki, mən f nə? Fxk bərabər olur nəyə? F k bölünsün 2. Bu bərabərliyi də mən buradan almış olurum. İndi bizə bütün deməli hər şey tapdıq. Qaldı nə? Riemann cəmi. Riemann cəmi odur ki, cəm k bərabərdir 0-dan bir dəqiqə n çıxılsın 1-ə qədər, f xk vurulsun delta x. Bax bu. Bu olur bizdə nə? Bu olur Riemann alt toplamı, alt cəmi. Belə deyək. Bu oldu belə. İndi mən burada n-i müəyyən elədik. N nədir? N 10 idi. 10 hissə, 10 parçaya bölünüb. Və burada da belə deyək. Xk nə dedik? Dedik ki, k bölünsün 2-dir. Xk k bölünsün 2-dir. Delta x-in də qiyməti müəyyəndir. Delta x də nədir? 2-də 1-dir. Bu şəkildə. Gətirib yazacağım ki, cəm k bərabərdir 0-dan. N çıx 1, ondan 1-ni çıxıram. 9-a qədər. F delta k. F daha doğrusu xk. Xk nədir? K bölünsün 2. Vurulsun nə? Delta x. Delta x də nədir? 2-də 1. Vəssalam. Bu da oldu bizim Riemann alt toplamı. Bu da deməli hardadır? D variantında. Bu şəkildə.